Hər birinizi salamlayıram dostlar. Bugün daha bir GeoGuessr videosu ilə qarşınızdayım. Bu dəfə ölkələri tutuzdurmağa çalışacağıq. Battle Royale Countries. Görək necə olur. Adamlar yığılır, görək. Nə qədər çox adam olsa o qədər yaxşı. Hələ ki 5 nəfər var. Biraz da yığılsa daha yaxşı olar, amma 6 olduq. Bu da qənimətdir. 6 nəfərlə getdik, görək necə olur. Bura hər yerə oxşayır. Mandolistana daha çox oxşayır. Bəlkə Mandolistandır. Bəli, Mandolistandır. Düz tapdıq. Mandolistan relyefinə oxşayır. Səhralıq və ya yarım səhralıq. Ondan tutdum ki, bu Mandolistan olar. Nəsə, bu randdan qurtulduq. Artıq 5 nəfər tapıb 1 nəfər qalıb. Görək o 1 nəfər tapa biləcəyimi. Türkiyə seçdi. Məncə 50-50 köməklə istifadə eləsin. Sadəcə 5 nəfər qaldı. İndi onlardan yalnız 4-ü növbəti raunda keçə bilər. Bura dənizimiz də var. Bura haradır görək. Balkanlara bənzəyir. Deyə dəniz. Çinə oxşamır bura. Çin məncə deyil. Elə adam Çin seçdi. Məncə Asiyaya oxşamır bura. Nə bilim. Mən Yunanistanı fikirləşirəm. Yox, o da deyil. Hamı Asiyadan seçir. Bəlkə mən də Asiyaya gedim. Bayaqdan hər cür təxmin edirlər, amma tutmur. Həm Cənubi Amerika olsun, həm Asiya olsun, Avropa olsun, hər yerdən seçiblər hələ ki. Hətta Şimali Amerikadan da seçiblər, hələ ki bir şey çıxmıyor. Kamboca bəlkə. Yox deyil. 50-50-dən istifadə edəcəm. Yaponiya yoxsa Koreya? Yaponiya. Bəli, Yaponiya idi. 50-50 kömək vasitəsilə tapdıq. İndi sadəcə 2 nəfər qaldı. Finaldayıq. Nə qədər tez tapa bilsək, o qədər yaxşı, amma bura haradır görək. İtaliya deyil. San Marino da deyil, Malta da deyil. Sant Roma. Bura hara ola bilər? Bəlkə Andorra. Yes! Andorra seçdim və düz oldu. Və beləliklə oyunu qazandıq. Möhtəşəm oyun idi həqiqətən. Bəli. Hardansa ağlımda qalmışdı ki, ora Andorraya oxşuyur. Haradasa beynimin dərinliyində qalmışdı. Nəysə, qazandıq. Möhtəşəm oyun idi. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.